Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugünkü videomuzda sizlər üçün OTK-nın keçirdiyi ümumi sınaq imtahanının izahı olacaq. 11-ci sinif 4-cü qruplar. Uşaqlar, video keçməmişdən əvvəl bir iki məqamı deyim. Videonun rəy bölümünə çox da vaxt tapıb yaza bilmirəm, gec yazıram da cavab. Demək uşaqlar, ikinci şans üçün qeydiyyatımız davam edir. 4-cü qruplasının bir dənə qrupu olacaq. Həftənin 7 günü axşam saat 9-da dərsdə keçirəcəyik. Mövzu. Bir də baxacağıq hər bir şeyə. Ancaq 4-cü qruplar olacaq, 1-ci qruplasının ayrı bir qrup olacaq. İnşallah arzu edənlər buyurub qoşula bilərlər. Əyan şəkildə 20 yanvar neçələrdəyik. Bu həftədə 7 dəfə onlayn aytdır bu arada. Növbət tədris ili üçün də qeydiyyatım var. Həm əyani, həm onlayn. Buyurun müraciət edə bilərsiniz. Yəni ümumi toplu şəkildə deyim ki, biləsiniz. Video başlamışdan əvvəl kanala abunə olub, videoları bəyənməyi, rəylərinizi rəy bölməyə yazmaq unutmursunuz. Hamınıza öncədən təşəkkür edirəm. İnşallah ki, çox böyük belə kobud səhvlərimiz olmaz. Başlayaq. Deməli, N2 üstə gəlinsin, H2 bizə nə verir? NH3 verir uşaqlar. Reaksiya təmini yazdıq. Və bura yazıram 3, burada yazıram 2. Reaksiya daxil olan maddə N2 H2-dir. Reaksiyadan sonra artıq qalan maddə 17-dir. Uşaqlar, deməli, belə bir qayda deyəcəm sizə. Bu 28, bu 6, bu da 34-dür. Reaksiya girən maddələr hər ikisini eyni götürəndə, reaksiya girən kim çoxsa onun qədəridir. Hər ikisini 28 götür. Elə deyilmi? Götürdünmü? Bu zaman nə qədər artıq götürmüş olsan? 22 qram hidrogen artıq götürmüş olursan. 22 qram hidrogen artıq götürəndə nə qədər amonyak alınır? 34. Bəs 17 qram amonyak alınanda nə qədər artıq götürmüş olarsan? X. Buradan X-i tapa 11. Deyir, maddənin bir tam sərf olunur və reaksiyadan sonra artıq qalan maddə. Artıq qalan maddə kimdir? Hidrogendir. S plus H2 reaksiyasını yazıram. Alınır CH4. Bura 2 atıram. Deməli, burada baxıram ki, bura 11-dir, bura 4-dür. 4 qram nə qədər? 12 ilə gedirsə, buna da bir B deyirəm. Buradan B bərabərdir. Deməli, 12-ni vururam 11-ə, bölürəm nəyə? 4-ə, cavab eləyəcək 33. B variantı olur. Keçək növbəti 32-ci suala. Məhlulda gedən hansı reaksiyada lövhənin kütləsi azalar deyib. Uşaqlar, bunun dərs izahını ətraflı bilmək istəyənlər dərs izahları playlistinə keçir. Duzların alınması part 2 axır ki öyrəndim videosunu izləyir. Bütün lövhə məsələləri necə həll olur, hər bir şey öyrənəcəksən orada. Çünki mən burada qısa deyəcəm. Reaksiyaya girən metal maqneziumdur. Alınır maqnezium SO4, bir də mis alınır. Reaksiyaya girən metalın ayrı alınandan kiçikdirsə lövhənin kütləsi artır, böyükdürsə deməli azalır. Bu qədər bəsit. Bu 60-dır, bu da 24. Lövhənin kütləsi burada artacaq. Özə 40 qram artacaq. Sink SO4 bir də nədir? Misdir. Bu 65-dir sink. Bu 64-dür. Deməli lövhənin kütləsi azalacaq. Maqnezium xlorla birləşir. Maqnezium xlor 2 bir də ferium alınır. Bu 24-dür, bu da 56-dır. Gördün, artacaq. Bunu da götürməyəsən. Burada nətərdir? Sink NO3 alınacaq 2 dəfə. Bir də alınacaq ferium. Reaksiya girən 65, alınan 56. Lövhənin kütləsi nə edəcək? Deməli azalacaq. 2, 4, yəni B variantı. Sonra keçək 33-cü suala. Demək ki, 33-cü sualda bizə P2O5-in su ilə reaksiyası verib. Biz də bilirik ki, P2O5 soyuq su ilə reaksiya girəndə 1 mol götürürsən. H2 P2O6 alın, 2 nat qabağa 2 HPO3. Deməli uşaqlar, burada deməli bizim turşumuz HPO3-dür. HPO3-də proton sayı aya bərabərdir. Bir hidrogəndə 1 proton var. Fosforda 15 dənədir. Üzərində 3 8 24 bərabərdir nəyə? Aya. Buradan da A bərabərdir 40. Deməli bura olacaq 42. İndi hidrogəndə 1 proton var. 1 üstəgəl, xlorda 17-dir. Üstə gəlinsin. M-i bilmirəm. 1 28-ə vurardım. Bərabərləm 42. Buradan M-i tapıram 3. Deməli, maddəmiz kimdir? H xloroid. Hidrogen müsbət 1, mənfi 2 olacaq. Müsbət 5, yəni A variantı. Davam eləyək növbəti 34-cü sualla. 34-cü sualda nə edirik uşaqlar? Alkinin formulu CnH2n-2-dir və istənilən alkində 2 dənə karbon nə vəziyyətindədir? SP vəziyyətindədir. Riyaziyyat mənədir. N-2 dənə karbon nə vəziyyətdir? SP3 vəziyyətindədir. Və hibrid orbitalların sayı SP2-də 2 ləçək var. 2-ni 2-yə vururam 4. SP3-də 4 dənədir. N-2-ni vururam 4-ə. Deməli, SP3 hibrid orbitalların sayını tapıram. Beləliklə, uşaqlar, A4-ə bərabərdir, SP hibrid orbitalların sayı. Buradan da N-2 vur 4 bərabərdir, 3 vur 4, 4-lər 7, N də bərabərdir 5. Maddəmiz kimdir? C5H8, yəni olacaq C variantı. İnşallah ki, düz gördüm. Gələk növbəti suala keçək. 35-ci suala. 35-ci sualda nə edəcəyik bəs? Deməli, karbonla getsin, xlorla getməsin, kükürtlə getsin. Alüminium uşaqlar karbonla gedir, xlorla gedir. A variantı getdi. Alüminium xloru çalınır da. Getdi. Və bu variant. Azot karbonla gedirmi reaksiya? Bir də xatırlayaq. Flor, xlor, brom, yox. Nətəridir? 10, deməli, John, ən nəhayət, John və Jones. Bütün ölkə belə öyrənir bunu. Nədir? Bunlar reaksiya daxil olmur bir-birinə. Yəni, burada karbonla azot
Deməli, karbon azot reaksiya daxil bu arada. C2N2 verir, üzr istəyirəm. C2N2 verir. N2 plus flor reaksiyası getmir. Aydın olma, buna diqqət etmək lazımdır. Silisium karbonla silisium karbid verir, xlorla silisium xlor 4 verir. Düşür silisiumdan silisium S2 verir. Dəmir karbonla gedir, xlorla gedir, getdi. E variantı. Oksigen karbondan gedir. CO2 alır. Oksigen azdan asıl, çoxdan asıl olaraq da az olasa CO, çoxana CO2 alır. Xlorla getmir, düşürtlə də gedir. Gəldik növbəti suala. 36-cı sualda nədir? Deyir ki, bizə bir spirt verib. Molekulunda bir ədəd ikili karbon var, iki ədəd asimetrik karbon var. İkili karbon nədir? İki karbondan birləşəndir. Asimetrik karbon nədir? Deməli, dörd bir tərəfi müxtəlif olan atom və atoma qrup olan bir karbon. Və uşaqlar, bu karbon zaten mənə görsənir ikilidir. Mən biraz da düşünməliyəm. Bir dəqiqə səbirli olun. Nə edəcəyik burada? CH-OH-dır. Gəlin burada ikili karbon olmasın deyə, gəlin bunu belə yazaq. İzopropil kimi yazaq ki, ikili karbon çoxalmasın. Bunu da uşaqlar bu şəkildə yazaq. Baxın, sırf ikili karbon, ikili karbon, belə deyək də, az olsun deyə, ikili karbon bir dənə olsun deyə, ikili karbon bir dənə olsun deyə biz nətər yazmalıyıq? Olsa bunun bir başqa versiyası yoxdur. Bu dümdüz yaza bilməyəcəm. Dümdüz yazsam olası şey deyil. Və iki ədəd asimetrik karbon var. Bəlkə burada bir ədəd ikili, iki ədəd asimetrik karbon var. İki ədəd asimetrik. Bu karbon onsuz da ikilidir. İki karbonla birləşir. Elə deyilmi? İndi qulaq as. Bu C4H9-u mən nətər yazsam Allah xoş gedər. Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin. Mən bunu belə yazsam, belə yazsam. Bu şəkildə yazsam. Bu şəkildə yazsam, burada ikili karbon olacaq yenə də. Bu da ikili karbon, yenə bir ikili karbon olacaq. C4H9-u mən C4H9-u mən nətər yazsam? Bəlkə cavablardan yürüyək. Cavablara baxaq görək, onun dediyi cavablara uyğun olaraq hansı uyğun gəlir? Gəl baxaq bir cavablara. 2, 2, 4 trimetil pentanol 3. Sanki belə düz gəlmirmiş kimi gəlir sual mənə. 2, 2, 4 trimetil pentanol 3. 1, 2, 3, 4, 5. Sonra nömrələyirəm. 1, 2, 3, 4, 5. İkinci karbondan ayırıram. Metil ayırıram. Elə deyil. İkinci karbondan metil. Ondan sonra buradan da bir dənə metil ayırıram. Onsuz da imtahan gedir. Mən bu sualları həll eləməmişəm ki, bilmirəm onsuz da nədən söhbət gedir. Üçüncü karbondan OH ayırıram və ondan sonra nətər olacaq. Və buradan da CH2 və ən nəhayət CH3. Bəli, burada adı nədir? 2, 2, sonra 4-dən də bir dənə metil ayırıb, 4-dən də bir dənə metil ayrılıb. Bunu belə yazsaq, belə yazsaq. Görək bu şərtə uyurmu bu şərtə? Belə olanda görək alınırmı? Deməli uşaqlar, burada ikili karbon həqiqətən bir dənədir. İkili karbon bir dənə olur. 1, 2, 3, 4, 5. İkili karbon bir dənə olur. Bu karbon ikilidir. Plusdakı bu karbon asimetrikdir. Niyə asimetrikdir? Çünki bunun bir tərəfində bu var, bir tərəfində H var, bir tərəfində OH, bir tərəfində də bu var. Amma bu karbon asimetrik olmur. Çünki bu karbon asimetrik olması üçün bunun dörd tərəfi müxtəlif olmalıdır. Deməli, bu A variantı olmayacaq. 3, 4, dimetil heksanol 4. 1, 2, 3, 4, 5, 6 dənə karbon çəkdim. 6 karbon çəkdim. Ondan sonra nömrələyirəm. 1, 2, 3, 4, 5, 6. Üçüncü ilə beşincidən nə ayırıram? Üçüncüdən beşincidən metil ayırıram və heksanol 4. OH-ı da qoyuram bura. Görək bəs burada. Burada görək nətər olur bəs. Deməli, CH, CH2, CH3. Baxıram ki, burada bu karbon ikilidir, bu karbon da ikilidir. Ona görə uşaqlar, ümumiyyətlə buna baxmaq ehtiyac yoxdur. Bir ədəd ikili soruşulur bizdən. Gələ bir ədəd baxın bir dəqiqə. Baxın, bu karbon da ikilidir, bu karbon da ikilidir. Bu da getdi. Bir ədəd ikili karbon olmalıdır. 2, 4 dimetil heksanol 3. 1, 2, 3, 4, 5, 6 dənə karbon çəkdim. 1, 2, 3, 4, 5, 6. 2 ilə 4-dən ayırıram. 2 ilə 4-dən ayırıram metil. Heksanol 3. OH-ı da qoyuram bura. Baxaq görək. Belə ödəyirmi? Deməli, bircə dəqiqə. Olmur uşaqlar. Belə də yenə də ikili karbon. Bu da ikilidir. Bu da ikilidir. Gələk nəhayət 3 metil pentanol 4. 1, 2, 3, 4, 5. Pentanol 4. 1, 2, 3, 4, 5. Belə şey ümumiyyətlə olmaz məncə. 3 metil pentanol 4 olmaz. Laf belə bunun dediyinə görə yazsaq. Pentanol 4 OH-dır. Pentanol 4 OH-dır. OH-ı qoyduq bura. 3 dənə metil ayrı. Laf belə də. Yenə də burada ikili karbon. İkili karbon görürsən ki, deməli, bu da ikili karbon. 2 karbona birləşir. Bu da ikili karbon. Və ən nəhayət sonuncu 2, 2, 4 trimetil heksanol 3. İnşallah cavabı olmaz. 1, 2, 3, 4, 5, 6 dənə karbondur. İkinci karbondan metil, buradan da metil ayırıram və. Bu birinci, ikinci, üçüncü, dördüncü. Dördüncü karbondan ayırıram.
Yenə də metil ayırıram, CH3 və uşaqlar, heksanol 3, OH-ı da buradan ayırıram. Belə. Yenə də uşaqlar, baxın fikir verirsinizsə, yenə də heç bir variantda düz gəlmir uşaqlar. Mən belə baxıram ki, bu sualda texniki xəta var deyə düşünürəm. Çünki heç varianta yoxladım, heç bir uyğun gəlmədi. Yəni bunun dediyi şərtə uyğun belə bir spirt almaq mümkün deyilmiş kimi gəlir mənə və yaxud da cavab variantlarında da belə bir şey yoxdur. Çünki e, bir ədəd bir ədəd ikili, iki ədəd asimetrik karbon. Ay qardaş, hansını yazdım? İkili karbon. Burada da bu da ikilidir, iki karbona birləşib də. Bu da ikilidir. İki karbona birləşib. Görürsüz? Yəni düz gəlmir. Heç bir variantda düz gəlmir. Əgər sizin bir cavab versiyanız olsa, onu da rəy bölümünə yazarsınız. Çünki mən görə bilmədim. Bunu bayaqdan da baxıram, bunu dediyi şərtə uyğun görə bilmirəm yəni. Bəlkə mən səhv görürəm, indi o siz də özünüz də bir baxarsınız da. Mən görə bilmədim. Mən görə bilmədim bunu cavablarla yoxladım, tapamadım. 37-ci suala baxaq. Deməli, silisiumla reaksiyaya daxil olur. Silisiumla reaksiyaya daxil olan kimdir? Yenə də ürəyimdə qaldı o sualı. Burada nə ola bilər axı? Bir dəqiqə baxaq. Qardaş, bir dənə geri qaytarıram. Bax, E variantına baxıram. E variantı. 2, 2, bax, ikinci karbona 2 dənə metil ayırdım. Onsuz da burada asimetrik karbon var ya, düzdür. Bu da asimetrikdir. Bu da asimetrikdir. Amma bir ədəd ikili karbon ödəmir də. İnşallah, bax, bu karbon ikilidir. 2 karbona birləşməyib. Bu karbon 2 karbona birləşib də. Ödəmir. Cavab variantlarını dedim ödəmir. Bu ümumiyyətlə qətiyyən ödəmir. Pentanol 4-dür. Gör nə qədər karbon var? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Pentanol 4'tür. O haşı qoydum bura. Hə, 3 dənə metil ayırdın. Bax, görədik ki, bu karbon da ikilidir, bu karbon da ikilidir. Getdi. Gələ bir də baxaq. Bəlkə mən səhv deyirəm. Heksanoldur 3, 1, 2, 3, 4, 5, 6. İkinci karbondan metil ayırıram. 1, 2, 3, 4. Dördüncü karbondan metil ayırıram. Elə deyil, qardaş. Bax, heksanol 3. OH-ı da qoydum bura. Yaxşı. OH-ı da qoydum bura. OH-ı qoydum bura. Bax. Bəlkə mən səhv edirəm. Bir baxın siz də. Görün mən nəyi səhv edirəm. Bizi dəqiqə gözlə. CH usulüdür. Əsəbləşdirməyin. Bu karbon nədir? İkilidir. İki karbonla birləşib. Bu karbon da ikilidir də. İki karbonla birləşib. Gələk buna. 3, 5 dimetil heksanol 4. 1, 2, 3, 4, 5, 6. 3-dən 5-dən nə ayırıram? Deməli, nömrələyirəm. 1, 2, 3, 4, 5, 6. 3-dən 5-dən nə ayırıram? Deməli, metil ayırıram. Heksanol 4. OH-ı da qoyuram bura. Ha qardaş, heç yazmadan belə adama deyir ki, mən ikiliyəm, mən də ikiliyəm. İki dənə karbonla birləşməyib qardaş bu karbon. OH iki oksigendir axı. Ən nəhayət birincisi 2, 2 trimetil pentanol. 1, 2, 3, 4, 5 dənə karbon çəkdin. 5 dənə karbon. İkinci karbondan bir dənə metil. Buradan da bir dənə metil ayırdın. Bəlkə mən səhv deyirəm. Bir dənə baxın da. Pentanol 3, 1, 2, 3. OH-ı qoydum bura. Tamam, bax indi. Bax qardaş. Bu karbon da ikilidir. Başa dönün. Bax, iki karbonla birləşir. Bu karbon da ikilidir. İki karbon. Axı iki ədəd ikili karbon olar. Bir ədəd ikili karbon olduğu cavab var indi. Burada yoxdur. Bilmirəm daha nə fikirləşiblər. Mən tapamadım 36-cı cavabını. 37. Silisiumla reaksiyaya daxil olur. Çünki belə yazdım alınmır. Heç bir variant sığdıramıram deyə variant yoxladım. Fikir verirsiniz. Bəlkə də gözümdən nəsə qaçdı. Yəni siz biz özünüz baxarsınız da. Silisiumla reaksiyaya daxil olur. Deməli, həm silisiumla ancaq reaksiyaya daxil olmalıdır. Karbonla silisium hər ikisindən daxil olmalıdır. Ancaq karbonla daxil olmalıdır. Görə nə edəcəyik biz? Deməli, xlor, uşaqlar, silisiumdan daxil olur. Bəli, silisium xloru 4 verir. Kükürt həm karbon, həm kükürtdən daxil olur. Bəli, daxil olur da. Karbonla verir CS2, silisiumdan da birisi silisium S2 verir. Amma natrium OH karbona daxil olmaz. Bu getdi. Gələk maqneziuma baxaq. Maqnezium silisiumdan gedir. Bəli, maqnezium silisit verir. Xlor karbonla getməz. Bu variantda getdi. Gəldik natrium OH. Natrium OH silisiumdan gedir uşaqlar. Natrium 2 silisium OH və hidrogen alınır. Oksigen karbona idi, silisium edir. Bəli. Uşaq bu cavab bunu oxşayır. Bax, bunu oxşayır. Görə bir də baxaq. Deməli, silisium natrium OH-la gedirmi? Gedir. Oksigen həm karbonla, həm də silisiumla reaksiya gedirmi? Gedir. Silisium O2, CO2. Hidrogen karbona gedirmi? Bəli, gedir. Bu niyə olmur? Karbon xlorla getməz. Bu niyə olmur? Silisium H-la getməz. Bu hansı variantdır? A-dır, B-dir, C-dir. O sualı nə rəy bölümündə zəhmət olmasa yazarsınız da, mən onu tapa bilmədim. Deməli, 38-ci sual. Kapron lifidir, neylon lifidir, lafsan lifidir, polistiroldur. Deməli, kapron bilirik ki, kapron epsilon amin kapron turşusudur. Epsilon amin kapron turşusudur polimerlə. Bunlar bir-bir yazaqlar. Birinci bir-bir yazın baxaqdır. Birincisi, epsilon amin kapron turşusu. Deməli, H bir yandan, OH da bir yandan çıxartdım. NH, dərsiz zamanında bunu öyrətmişəm uşaqlara. CH2, 5 dəfə, C oksigen, N. Bu kaprondur. 2. Neylonda nə idi? Neylonda isə heksametilin diaminlə, bir dəqiqə gözlə. Heksametilin diaminlə, heksametilin diaminlə
Deməli, adipin turşusu. Adipin turşusu nə idi? HOC, deməli, CH2-dən 4 dəfə COH. Deməli, buradan OH, buradan H çıxardandan sonra nə qalır yerdə? NH, deməli, CH2-dən 6 dəfə NH, ondan sonra CO, CH2-dən neçə dəfə? CH2-dən 4 dəfə CO və N dəfə. Bu bizim nəyimizdir? Neylondur. Üçüncüsü lafsan nə idi bəs? Lafsan tereftaldan etilen glikoldan alınır. Lafsan tereftaldan etilen glikoldan alınır. Deməli, nə tərdir formu? Deməli, nə təridir? Deməli, CO, C6H4, CO, O, CH2, CH2, bax belə. O, belə N dəfə. Bu bizim lafsandır. Polisterol nə idi? Deməli, C6H5, deməli, uşaq polisterol şeydir, benzol, vinil benzolun polimerləşməsidir. Biraz qayda əzbərə sualdır, biraz. Bax, budur. Deməli, burada C-lər var, yuxarıda da CH, CH2, deməli, N dəfə. Bax, belə. Bu nə idi bizdə? Bu bizdə oldu polisterol. Yəni C6H5, CH, CH. Belə görə bilərsən. Doğru olanlar. Kapronda uşaqlar 6 karbon var. Bax, karbonda kapron çox, kapronda karbonda kapron çoxdur. Və 6, bu da uşaq çoxdur burada. 6, deməli 2 burada. Elə burada elə 8 dənə ilə burada. Deməli bu getdi. Neylona baxaq. Karbon 12 dənədir. Baxaq neylona. Neylon hansıdır? Bu da ikincisidir. 6, bu da 4, 10, 11, 12. Bəli, hidrogen nə qədərdir? Hidrogenlərə baxaq. 6 için 12, 13, 14, 14, 14, bu da 8. Hə, 22. Lafsana baxaq. Lafsan. Bir dəqiqə, nəsə səhv getdi uşaqlar. Bizə dəqiqə, nəsə səhv getdi. Bizə dəqiqə. Kapron birincidir uşaqlar. Kapron birincidir. Birincidə nə qədər var burada kapronda? Kapronda 5 dənə karbon var. 5 dənə, yox, 5, 6 karbon var, üzr istəyirəm. 6 karbon var. 5, 2, 10, 11 dənə hidrogen var. O səhv olmamışıq. Yaxşı oldu. Neylona baxaq, neylon budur. Neylonda karbon 12 dənədir. 6 karbon. Bu da 4, 10, 11, 12. Düzdür. 6, 2, 12 dənə burada da hidrogen. 6, 8 də burada. 20 dənə, 21, 22 dənə. Bax, bu düzdür. Lafsanda karbon 10 dənədir. Baxaq. 6, 7, 8, 9, 10. Düzdür. Hidrogendə 4, 4, 8 düzdür. Gəldik polisterol. Polisterolda karbon 8 dənədir. Söz yox. Karbon 8 dənədir. Deməli 6, bu da 2, 8. Bəs hidrogen neçə dənədir? Hidrogen 5, bu da 3, 8 uşaqlar. Bu səhvdir. Doğru istəyir, yanlış istəyir. Doğru istəyirsə 2 ilə 3. Sağ olun. Sağ olun. Gəldi 39-cu suala. X2 plus deməli, deyir ki, X2 plus HXO ilə halogenlərdir. Halogenlərdir böyük ehtimal ki, halogenlərdir. Hə, halogen edirəm də. Halogen. Təbii ki, burada su ilə yod ümumiyyətlə getmir. Fluor da reaksiya gedəndə, hə, bu bizim yodumuz kimdir? Yodumuz, deməli, yod şeydir. Y2-dir. Bunu bildim. Bu dəqiqdir. Bu dəqiqdir. Buradakı kükürt yodla reaksiya getmir onsuz da. Zaten burada yod su ilə reaksiya getmir. Uşaqlar bu Z şeydir, fluordur. Fluor. Çünki fluor su ilə reaksiya girəndə fluor su ilə reaksiya H fluoru verir, bir də oksigen verir. Bu X'imiz. Fərqi yoxdur. İstəyirsən bunu xlor götür, istəyirsən brom götür. Önəmli deyil. Məncə burada ikisindən eyni prinsiplə baş verir. Məsələn, gəl X-ə xlor deyək. X-ə xlor deyək. X-ə nə deyək? X-ə xlor deyək. Çünki xlor su ilə H xloro verir də. H-xloro verir və ya H-brom, H-bromu. Və bizim Z-imiz də kimdir? Fluor. Çünki niyə? S plus fluor 2-dən nə alınır? S fluor 6 alınır. S fluor 6 alınır. S fluor 6. Hə, indi reaksiyalara bir də baxaq. Deməli, H2, burada deməli X-imiz kimidir? X-imiz oldu xlor. Z-imiz kimdir? Z-imiz oldu fluor. Bu da olsun. Y-imiz kimdir? Y-də kimdir uşaqlar? Bu da yoddur. Y-də yoddur. Sən də bilirsən ki, H2 plus fluor 2 reaksiyası işığın adi şəraitdə partlayışla gedir. Yəni, bunların içərisində ən sürətli reaksiya budur uşaqlar. V3-dür. V3. Ondan sonra deməli, H2 belə düşün də. Deməli, fluor, klor, brom, yod sırasında. Fluor, klor, brom, yod sırasında. Fluor hidrogenlə daha sürətli reaksiyada. Xlor işığın təsirindən daxil ola bilir. Xlor işığın təsirindən daxil ola bilir. Bu isə qızdıranda daxil olur. Yəni, növbəti burada V3-dür. V3 burada böyük olacaq. Deməli, X kimdir? X haradadır? Budur. V3 böyük olacaq V1-dən, o da böyük olacaq V2-dən. Və s.
Vs böyükdür V1, o da böyükdür V2. Bax belə cavab E variantı olacaq. Bax bir baxaq. Deməli Z-imiz kimdir? Flordur. Flor hidrogenlə partlayış edir. Sürət çox sürətli baş verir. Flor işığın təsirinə reaksiya girir. Brom nöqt qızdırandır. Brom nöqt qızdıran. Deməli H2 plus xlor 2. Deməli X-imiz kimdir? X-dir. Bu da V1-dir. Fisiyoda. Gələk növbəti suala. Üçlü alkil amindir. Molekulun CH rabitənin sayı 9-dur. Deməli, üçlü amin nə idi? Amoniakdakı hidrogenləri götürüb yerinə radikallar qoyursan da. CH rabitəsi 9 dənədirsə, CH rabitəsi 9 dənədirsə. Deməli, bu nətərdir? Bax, bizə diqqət səbirli ol. CH rabitəsi 9 dənədir. Deməli, bunu üçlü amin deyir. Bax, belə yazmalıyam. Başqa versiyam yoxdur, bax. Başqa versiyam yoxdur. Fikir ver bura. CH rabitəsinə bax. Bayaq ki, N ətrafına CH3-ləri düzdür. Uşaqlar, CH3-ləri düzdür ətrafına. CH3-ləri düzdür ətrafına. Hə, heç nə. Deməli, maddəmiz molekulunda qeyri-polyar kovalent rabitə yoxdur. Qeyri-polyar kovalent rabitə yoxdur. Qeyri-polyar kovalent rabitə yoxdur. Həqiqətən də yoxdur. Hamısı polyardır. CC arası rabitə yoxdur. Uşaq, cavab elə bu B variantıdır. Molekulunda 11 dənə polyar rabitə var. Deməli, baxıram, 9 dənə ilə CH arasındadır. 11, 12 dənədir. Səhvdir. Dimetil, nə? Dimetil amin. Dimetil amində 2 dənə metil var. Burada 3 dənə karbon var. Nətər izamir ola bilər? Molekulda 4 karbon var. Molekulda 3 dənə karbon var. Yalandır. 1 molun yanmasından 5,5 mol su alınır. Qardaş, burada neçə dənə hidrogen var? 3, 3, 9. 9 dənə hidrogen var da. Burada su yazsam 4,5 alınmalıdır. Çünki 4 ona 5 2 alan 9 edir. 5 ona 5 2 alan 11 edir. O yüzden cavabımız molekulda qeyri-polyar kovalent rabitə yoxdur. Bu sualda diqqətli olmaq lazımdır. Keçək 41-ci suala. 100 millilitr 2 mol bölü litr H2PO4 üzərinə 300 millilitr 2 mol bölü litr natrium əlavə etdi. Alınan məhlulda orta fosfat ionlarının qatılığını soruşur. Alınan məhlulda. Deməli, uşaqlar, bu 100 milli 0,1, elə ki 0,1 litr, 2 mol bölünsün, litr H3PO4 var bizdə. Bunun mol nə qədər edir? 0,1 vuram 0,2-yə, 0,1 vuram 2 edir 0,2 mol. H3PO4, 0,2 mol. Bunda 0,3 vuram 2-yə, 0,3 vuram, bu 0,3 litrdir də. 0,3 vuram 2 edir 0,6 litrdə bizdə nə var? Daha doğrusu 0,6 mol deyək də, 0,6 molda bizdə nə var? Natrium OH var. Heç nə. Natrium OH üzərinə gəlinsin H3PO4. H3PO4. Alınan məhlulda orta fosfat ionları soruşur. Alınan məhlulda. İndi burada natrium OH ilə H3PO4-ün reaksiyasına baxmaq lazımdır. Deməli, natrium OH ilə H3PO4-ün reaksiyasına baxmaq lazım. Alınan məhlulda orta fosfat ionlarının qatılığını soruşur. H3PO4 maksimum nə qədər natrium OH-la reaksiya daxil ola bilər? 1 mol, 2 mol, 3 mol. Maksimum 3 molla reaksiya daxil ola bilər. Maksimum 3 mol. 3 mol 1 molla gedirsə, bu nə qədər verib bizə natrium OH-ı? 0,6 verib. Natrium OH-ı 0,6 verib. Bu nə qədər verib? 0,2 verib. 0,2 verib. Belə də baxaq dəqiqə. 0,2 2 vuranda 0,6 edir. Bu da 0,2 edir. 0,2 edir. Və buradan 3-ə 1-dirsə, 3-ə 1-dirsə, 0, demək burada 0,2, 0,10-da 3, 1-ə 3-də 0,2 nə lazımdır? Yenə 0,10-da artıq heç kim artıq qalmır da burada, baxın. Heç kim artıq qalmır. Elə 6, 2, 3, 1-də. Elə heç kim artıq qalmır burada, fikir verin. 3-ə 1-də elə. Nə alınacaq reaksiya nəticəsində? Natrium 3PO4 alınacaq. Bir də 3 mol su alınacaq. 3 dənə OH, 3 dənə 3 mol su edir. Bir də baxaq 3-ə 1-dirsə də 6, 2, 3, 1-də. Uşaqlar, natrium 3PO4 alındı, bir də su alındı. Alınan məhlulda deyib. Alınan məhlulda natrium 3PO4-dür və burada natrium 3PO4 ionlarının qatılığını hesablayın. Burada nə qədər natrium 3PO4 alınacaq? Natrium 3PO4 3, 1, 1-dirsə, burada təbii ki alınacaq. Elə 1-ə 1-isə 0,2 mol natrium 3PO4 alınacaq. Natrium 3PO4-ü ionlara ayırsaq, 3 dənə natrium ayrılır, bir dənə də PO4 ayrılır. Elə deyil, bir dənə PO4 ayrılır. 1 moldan 1-dirsə 0,5-dən 0,2 alınacaq. Deməli, qatılığını soruşur. 0,2-ni böləcəyik, S bərabərinin bölü verir də. Burada ikisi bir yerdə nə qədər edir? Deməli, 0,1 bu idi, 0,3 də bu idi. 0,1 həcm bu idi, 0,3 də bu idi. İkisi bir nə gələcək? 0,4 edir. 2 bölü 4, 0,5. O belə. Bir də baxım, 3, 1, 1-dirsə, deməli, burada 0,2 alınacaq. Natrium 3 bölü 3 dənə natrium, bir dənə PO4-dür. Birindən 1 alınacaq, 0,2, 0,2 heç nə. Onun molunu böləcəyik nəyə? 0,1-ə 0,5-in cəmini 0,4-ə böləcəyik.
42-ci suala keçək. Eyler-Venn diaqramı verilib bizə. Eyler-Venn diaqramı verilib. Deməli, oksigenlə kükürdür uşaqlar. Oksigenlə kükürd. Deməli, 8 atomlu bəsit maddə əməliyyatı. Uşaqlar, bu S8 və buna aid. Bu buna aiddir. Bu buna aiddir. Allotropi şəkil dəyişmələri mövcuddur. Şu hər ikisinə aid, hər ikisinin şəkil dəyişməsi var. Silisiumla reaksiyaya daxil olur. Silisiumdan kükürt də reaksiya, silisium oksigenlə reaksiya gedir, kükürt də reaksiya gedir. Bu bura aiddir. N2 ilə reaksiya daxil olur. Uşaqlar, kükürt azotla reaksiya getmir, amma oksigen gedir. Və bu da bura gedəcək. Bir də baxaq. Bu da bir də baxaq. 8 atomlu budur. Alfa hər ikisinə aiddir, mövcuddur. Silisium reaksiyalar. Silisiumla oksigenlə gedir, kükürt deyilir. Silisium O2, silisium S2 alınır. N2 ilə kükürt getmir, oksigen gedir. Deməli uşaqlar 1-ə getdi 4, 2-yə getdi 1, 1-ə 4, 2-yə 1. 1-ə 4, 2-yə 1, budur. Bax fikir ver. 1-ə gedir 4, 2-yə gedir 1, 2-yə getdi 1, 3-ə də getdi 2, 3. Belə. Gəldik növbəti 43-cü suala. XO3 birləşməsində oksigenin protonları bütün protonların 50%-ni təşkil edir. Bütün protonlar nətər tapacaq? X-i bilmirəm. Bilsəydim, üstünə gələrdim. 3 vur 16. 3 proton düzülsən. 3 vur 8, 24. Ümumiyə nə deyirəm? 100% deyirəm. Oksigen nə qədərdir? 24-dür də. 3 vur 8. 24-ür 50% deyirəm. Length sayışlara aparıram 2. Sonra x plus 24 bərabərdir 48, x də bərabərdir, deməli 24. 24. Ya da baxaq, x plus 3 8 24, ümumi oksigen proton bütün proton 50% təşkil edir. X plus 24 100% verim, 24-ür 50% verim, x tapdım 24. İndi nə isə cütləşməmiş. 24-cü element istisna hatta uşaqlar. 24-cü element xromdur, ehtiyatda olun. Deməli 4s1, 3d, 5-dir. Burada s-də bir dənə tək var, d-də 5 dənə tək var. Toplam 6 tək var. Cütləşməmiş elektronlar, bütün elektron isə faizidir. 6-nı da bölürəm 24-ə. 6 bölünsün 24, eləyir 0,25, 25%. Keçək növbəti suala. 44-cü suala. Deməli, 44-cü sualda nə deyir? Deməli, reaksiyasının götürülən maddənin kütləsi H2, bir də brom 2, reaksiyanın tarazı sabitdir. H2 üzərinə gəlinsin, brom 2, alınır H, brom. Bura 2 atıram. Deməli, uşaqlar, burada maddənin kütləsi verib, kütləni verib. Gəl istəyirsən biz bəlkə hər birindən kütləcə 50% sərf olunan tarazlıq yaranır deyil. Kütləcə 50% sərf olunan tarazlıq yaranır deyil. Olsun, sıxıntı deyil, elə kütləcə gedək işləyə, problem yox. Deməli, başlanığı, sərfiyyat, alınan tarazlıq, elə deyil. Elə kütlə ilə işləyə, sıxıntı deyil. Bir dəqiqə gözləyəcəm. Başlanığı, sərfiyyat, alınan tarazlıqla geçsək, deməli, bunun başlanğıcı nə qədərdir? 0,4 qramdır. %4 qramdır. %4 qramdır. Bəlkə mola keçirək. Bu bizi belə yorar. Bu bizi yorar. Məncə mola keçirək bunlar. Bu bizi yorar. 0,04-ü nəyə bölək? Bölək 2-yə. Şey tapaq da 0,2 şeyə böləndə uşaqlar molunu tapıram da. Bu 0,2 moldur. 0,2 moldur. Bu nə qədər edir? 3/2 nəyə bölürəm? 3/2-ni. Bu belə rəqəmlər niyə lazımdır? Bölək nəyə? 160-a. Bu nə qədər? 0,2 molda bu ilə, 0,2 də bu ilə. Bu da hələ yoxdur. Deyir ki, hər birindən kütləcə 50% sərf olunur. Hər birinə 50% sərf edəcək uşaqlar. Hər birindən 50% sərf. Reaksiyada maddənin hər birindən kütləcə 50% sərf olunanda. Yəni 0,4-ün 0,4 uşaqlar bu qramdır. 0,4 qramdır. Bunun kütləcə 50% sərf olunur. Kütləcə 50% sərf olunur. Maddənin hər birinə kütləcə 50% sərf olunur da tarazlıq yaranır. Kütləcə 50% sərf olunur da. Biz özümüzü niyə belə zülmə saldıq? Uşaqlar, bax, bu da təcrübə, bu da iş. Bu da iş. Bax, qardaş, bax. Hər birinə 50% sərf olunur. Bax. Bu 0,4 deyil. Bu da 3,2. Kütləcə 50%. Elə deyil. Bunun 50% nə qədər? 0,2 ilə kütləsi. Buna qədərdir. Elə bunun da 50% 1,6 ilə. Burası 0,2 qram qalır. Elə deyil. Buna nə qədər qalır? Birisi bəzən deyirlər ki, abala, biz bunu oturub işləmirik. Biz bunu sizinlə bərabər işləyirik. 3,2 çıxılsın 1,6. Burada müxtəlif fikirlər ola bilər. 3,2-dən 1,6 səhvə nə qədər qalır? 1,6 qalır. Elə deyil. Və burada da adı nədir? Kütlə nisbətinə görə, yəni burada deməli 0,4 sərf olunanda eyni qədər sərf olunur. Hər birinə 50% sərf olunursa, H bromun emeri nə qədər? 81. 81-i də vuraq nəyə? 2-yə edir 162. Deməli, bu sıfırdır. Deməli, bunun H2 plus brom 2 reaksiyasında alınır H brom.
Əgər bundan 2 qram sərf olunur, bundan nə qədər alınır? 162 alınırsa, bəs bundan 0,2 sərf olunsa eyni qədər sərf olunur. Fərqi yox. 100, nə qədər sərf? X alınır. Alınan H brom hesab verirəm də. Alınan H brom hesab verirəm. Deməli, indi nə edirəm? 162-ni vururam 0,02-yə, bölürəm nəyə? Deməli, 2-yə. Bərabərlik 1,62. Deməli, uşaq 1,62 də bundan alacaq, 1,62 də bundan alacaq. Hə, indi nə etməliyik? Həzm 1 litrdir. Uşaqlar, KT-nin üstünü yazıram. KT bərabərdir. H bromun qatlığı, tarazlı qatlığı bölünsün. H2 vurulsun brom 2. Elədir. İndi qulaq as. Bunlar hər biri qramla, uşaqlar. Bunlar qramla. Bunlar dərhal nə edirəm? Deməli, S bərabərdir nü bölü V-də axı. Hər birini nəyə bölürəm? Bizə molu lazımdır. Molu lazımdır. Ona görə 0,2-ni nəyə bölürəm? Mola keçmək üçün 0,2-ni bölürəm 2-yə, eləyir 0,1 mol budur. Sonra nə edirəm? 1 tam, ondan sonra 1,6-nı bölürəm 32-yə, eləyir 0,5 mol budur. Ən nəhayət 1,62-ni də bölürəm, e, bölürəm nəyə? Deməli 81-ə. Molunu tapıram uşaqlar. Eli 0,2 molda budur. Gətirib qoyaq yerinə 0,2-nin kvadratı bölünsün 0,1 vurulsun 0,5 bərabərdir. Deməli, bunu hesablayaq indi. 0,2-ni vururam 0,2-yə. 0,2-yə bərabərdir. 0,03 dənə 0,4. 0,3 dənə 0,4. Aşağıda da 0,01, 00, 05. Bax belə. Aşağıda bir dənə işlər aparaq. İşlər aparaq aşağıda. Uşaqlar, mən səhv olmasın deyə belə edirəm. Amma bu arada 0,01 vururam nəyə? 0,05-ə alıram nəsə 0,5. Deməli, yuxarıda 0,0,0,0,4, aşağıda da 0,005-dir. 4 bölü 5, 0,8 eləyir, cavab alınmadı. 4-ü 5-ə böləndə neçə eləyir? 0,8 eləyir, cavab yoxdur, uşaqlar. Bir dəqiqə baxın. Deməli, 0,1112-dir. Bundan 50% sərf olunur. Bundan 50%, hər birindən 50% sərf olunur. Hər birindən 50% sərf olunur. Deməli, 3,5-dən 1,6 çıxanda 1,6 qalır da. Bundan da H buron baxıram ki, 2 qram reaksiya daxil olanda 80, bu da bir 81-dir. 81 vurdum 2-yə. Gözlə. 81-i vururaq 2. Edir 162 alınır. 162 alınır. O zaman 162-ni vurduq 0,02-yə. 3,24 böldük nəyə? 2-yə elədi. 1,62 də bundan alınır. Düzdür da. Və sərfən tarazlıq yaranır. Həcm 1 litr qabdır. Heç nə. 1,62 qram bundan alındı. 1,6 bundan qaldı. 0,2 də bundan qaldı. Sonra bunun molunu tapmaq üçün hər birinin molunu tapıram da. Çünki biz səbəbini bölməyə axı. Molunu bilsə yerinə qoyacaq da. 1,62 qram budur. 0,5, 1,6 da budur. Bir də baxaq. Bəlkə nə səhv hesablamışam. 1,6-nı bölürəm 160-a. 1,6-nı bölürəm 160-a. 1,6 bölünsün 160. Uşaqlar, bunu səhv yazmışam. 0,01 edir. Üzr istəyirəm. 0,01 edir. Ona görə cavab səhv getdi. Ona görə səhv getdi cavab. Görürsünüz? Diqqətimdən qaçdı. Hesablamaq da, rəqəmlər çox olur. Mən diksinirəm də rəqəmlərdən. 0,01 vurulsun 0,01. 4 böl 1 eləyir. Daxildə desəm. Çünki burada da 0,004 eləyir. Bu da 0,001 eləyir. 4 böl 1 cavab 4 olacaq. Belə. Keçək növbəti suala. Belə suallar bəzən adamı yorur. Hesablamalı deyə adamı yorur. Deməli, 80 qram natrium sülfat məhlul verib. Deməli, burada natrium sülfat elektroliz olunan suyun kütləsini tapın. Və burada natrium sülfatın deməli biz üzərinə su gəlib bunu elektroliz eləyəndə katodda hidrogen, anodda oksigen alır və duza heç nə olmur. Duza heç nə olmur. Buraya 2 atıram, burada 2 atıram. Deməli, katod bilirsiniz də, katod mənfi üçlü elektroddur. Anod nədir? Anodda deməli müsbət üçlü elektroddur. Bu katodda hidrogen alınır, anodda da oksigen alınır. Elə deyil. Nə qədər oksigen alınır burada? 80 qram. Bura 80 yazıram. Aşağı 32. 32 qram alınanda nə qədər su parçalanır? 36. 80-ə də bir x deyirəm. Burada 36-nı vururam nəyə? 36-nı vururam 80-ə. Bölürəm nəyə? Deməli, bölürəm 32-yə. Cavab edir 90 qram su. Cavab E variantı. Davam edək növbəti sualla.
46-cı sual. Doymuş sadə efirdir. Doymuş sadə efirin formulu nədir? CnH2n plus 2 o doymuş bir atomlarına inib də. Hidrogen atomlarının sayı 2n plus 2-ni bərabər edirəm ona. 2n bərabərdir. Ondan 2 çıxıram 8. N də bərabər 4. Nədir maddə? C4 deməli H8 deməli C4H8 odur. Sigma rabitələrin sayını istəyir. Biz də bilirik ki, burada karbon-karbon arası rabitə sayı karbonların sayına 2-dən azdır. 2-dən azdır. 2 üstə gəlinsin. Hidrogenlərin sayı 8. Üstə gəlinsin. 2-dən də gəlirəm. Cavab eləcək 12. İnşallah bilirsiniz niyə? Bax, sadə efirdə bilməlisən ki, burada bax, belə bir şey var. Oksigen, karbon, oksigen 2 dənə xətt var burada. Sən düz yinən. 4 dənə karbon deyil. Bax, belə düz. Bax, ikisini bura qoy, ikisini bura qoy. Ən mərifətlisi bilmirsənsə, bax. Bax bura. 2 verdin. Hidrogenlərin sayı 8. Üstünə gəlinsin. Karbon, karbon arası 2 dənədir. Üstünə gəldin ki, 10. Bir də karbon, oksigen arası 2 dənədir. Deməli, 8 də 2, 10, 12 cavab olacaq D variantı. Şimdi, keçək növbəti suala. 47. Deməli, uşaq 47-ci sualda nə edəcəyik? Deyir ki, oksidləşdiricinin 1 molun aldığı elektronların mol sayını müəyyən edin. Baxıram ki, burada oksidləşdiricinin 1 molun aldığı elektronların sayı deyir. Deməli, burada nəyə fikir vermək lazımdır? Burada nəyə fikir vermək lazımdır? Deməli, burada H, onsuz da bu müsbətdir, sıfırdır, bu getdi. Hidrogenlər bərabərdir. Bu, deməli, manqan burada, deməli, burada hidrogen küşürt, burada -2, müsbət 4-dür. Burada nədir? -2, müsbət 6-dır. Müsbət 6-dır. Burada kükürt müsbət 4-dən müsbət 6-ya gedib, 2 elektron verib. 2 elektron verib uşaqlar. 2 elektron verib. 2 elektron veribsə, 2 elektron veribsə, bir dənə küşürt 2 elektron verib. 5-i nə qədər verər? 5-i də 10 verər. 5-i də 10 verər uşaqlar. 5-i də 10 elektron verər. Qaydaya görə 1-i 2 veribsə, 5-i də 10 verər. Burada da əslində sağdan soldan yüklərdən manqanın müsbət 7 olduğu görsənir. Manqan müsbət 7-dən müsbət 2-yə gəlib. Manqan müsbət 7-dən müsbət 2-yə gəlib. Burada 5 elektron alıb. Belə deyil, 5 elektron alıb. Yəni burada bunun 5 dənəsi 10 veribsə, bir dənəsi 5 vermiş olur. 10 da eyni qayda ilə bir dənəsi 5 almış olacaq. 6 elektron alsa cavab olacaq D variantı. Bir də baxın. Deməli, burada yüklərə baxanda müsbət 14, üstə gəlinsin 6, üstə gəlinsin -10. Bərabərdir. Müsbət 4, üstə gəlinsin. Deməli, -10. Görək düz gəlirmi? Deməli, -16, -16. Bir dəqiqə düzdür, bir dəqiqə səbirli olun. 2-ni 2-yə vuranda 4, -16, üstə gəlinsin -2, ondan 4 çıxanda. 2-ni 7-yə vurduq 14, 5-i vurduq -6 dənə H müsbətdir, bu da -10'dur. Bu bilirsiniz hansı reaksiyadır? Bəs dəqiqləşdirməyə çalışıram cavabı dəqiqləşdirməyə çalışıram. Müsbət 4-dən müsbət 6-ya gəlib, 2 elektron alıb. Elə deyil, müsbət 4-dən müsbət 6-ya 2 elektron verib, üzr istəyirəm. 2 elektron verib. 2 elektron veribsə bu, 2 elektron veribsə. Bunun bir dənəsi 2 elektron veribsə, bunun 5 dənəsi 10 elektron vermiş olar. Qayda olaraq 10 elektron vermiş olar. Burada da manqanda. Deməli, manqanda nətər olmalıdır? Bunun 2 dənəsi 10 elektron alıbsa, deməli, bir dənəsi nə qədər alacaq? 5 elektron alacaq. Həqiqətən də manqan burada müsbət 7-dən müsbət 2-yə gələndə 5 elektron almış olur. Cavabımız olacaq D variantı. Bir də dəqiqləşdirməyə çalışdım. İnşallah kimsə gözümdən qaçmadı. Belə. Nəsə də olsa siz rəy bölümündə yazarsınız, bir yerdə baxaraq görə nəsə səhv eləmişik. Alkandır. Alkan nismolekul kütləsi. Alkanın formulu CnH2n plus 2-dir. Nismolekul kütləsi 14-ün, bu da gözlər, 14-ün plus 30 verib. 14-ün plus 30 verib. Aha, başqa şey yazalım onda bunu. Sx, Sx-ni yazma, isə A-nı yazaq. H2A üzərinə gəlir ki, 14A plus 2 bərabərdir. 14N plus 30. Buradan mən A-nı tapaq da, uşaqlar. A-nı tapanda nətər tapacaq? 14A bərabərdir. 14N plus 30 sıx 2. 14N bərabər 14N üzərinə gəlinsin 28. Hər tərəfə 14-ə bölsək A bərabərdir N plus 2 imiş deməli. Karbonun sayı N plus 2 imiş də uşaqlar. Karbon karması karbonun sayından bir dənə azdır. Davam edək 49-cu sualla. HCOH deməli qarışqa turşusu bilirik ki, mis-2 oksidləşən zaman nə alınırdı? Mis-2O
karbon qazı, bir də su alınır uşaqlar. Mis 2O, karbon qazı, su. Mis 2O. Deməli bizim x'imiz kimdir? İndi bunu dəqiqləşdirməyə çalışacağıq. Görək kimdir. Bu böyük ehtimal ki, deməli, böyük ehtimal ki, mis 2 odur. Çünki niyə? Burada mis 2 onun üzərinə, mis 2 onun üzərinə, mis 2 onun üzərinə. Mis S gələndə, bax fikir ver. Mis 2 onun üzərinə, mis S gələndə. Nə xatırlayaq reaksiyaları. Mis 2S üzərinə gəl, miso alınır nə? Mislə SO2 alınır. Diqqətli olmaq lazımdır. Demək olar, burada bizim Y bu mis 2S'dir. Z'imiz kimdir? H şeydir. Z'imiz də SO2'dir. Z'imiz SO2'dir. Çünki niyə? SO2 plus H2S reaksiyasına S ilə su alınır. Söz. Z'imiz SO2'dir uşaqlar. Z'imiz SO2'dir. X'imiz mis 2'dir, Y'imiz də mis 2'dir. Belə. Davam edək növbəti sualına. 50-ci suala baxaq. Deməli, S2H5OH 425 dərəcə. 425 dərəcədə bilirsiniz, Lebedev reaksiyasıdır. 425 dərəcə. Biz nə qədər demişdik bunu? 2-yə vurursan C4H10 O2H2. Həm dehidrogenləşdirirsən, həm dehidratlaşdırırsan. H2 bir oksin 2 hidrogen istəyirsə, deməli 2 dənəsi 4 dənə istəyir. 2 dənə su alınacaq və plus C4H6 alınır. C4H6 da kimdir? Deməli divinil idi uşaqlar. Qabul, divinil. Tapdıq divinili. İndi burada biri karbonla reaksiyaya girib, təkrar belə deyək də X əmələ gətirə bilir. Belə ki, indi bunu dəqiqləşdirmək lazım. C4H6 karbonla getməz. Burada Y2 hansıdır ki, karbonla reaksiyaya gedib, bunlardan birini əmələ gətirə bilir? Hə, sudur uşaqlar, sudur. Çünki niyə? S plus su reaksiyasından nə alınır? S plus su reaksiyasından CO ilə hidrogen alınır. Fikir verirsən? CO ilə hidrogen alınır. Deməli, bizim X-imiz kimdir? Hidrogendir. Y-imiz kimdir? Sudur. Niyə? Dün dediyim kimi, S plus H2 reaksiyasından hidrogen alınır və burada bu hidrogendir. Z-imiz də kimdir deməli? C4H6-dır. Yazır ki, X, Y və Z hansı maddələr reaksiyaya daxil ola bilər? X, Y və Z. X, Y, Z. Bir dəqiqə gözləyəcəm. X-i bildik, Y-i bildik, Z-dəki, qardaş, bir dəqiqə baxaq. S plus su reaksiyasından nə alınır? CO ilə hidrogen alınmır. Deməli, X-imiz hidrogendir. X-imiz hidrogendir. Z-imiz kimdir? C4, X, Y və Z hansı maddələr reaksiyaya daxil ola bilər? Hə, X hidrogen, alüminium hidrogen reaksiyası, Bepsi-al hidrogenlə getmir. Bu getdi. İkincisi, X kimdir? Hidrogen xlorla gedər. Bəli. Sonra Y-imiz kimdir? Bir dənə yazaq burada. X-imiz hidrogendir. Y-imiz sudur. Z-imiz də divinildir. C4H6-dır. Baxaq. Deməli, hidrogenlə xlor gedər. Natriumla su, natrium H hidrogen, bu da gedər. Bu iki dəqiqdir. Kalsiumla hidrogen gedir, kalsium hidrat verir. Xlorla su, H xlor, H xloru. Bu da birləşdirdi özünə uşaqlar. Bu da doymamış birləşməkdə. Tam doymuşsun 2 mol gəlməlisən. 1 mol gəlsən, T0-dan kiçik, T40-dan böyük. T0-dan kiçik onda 1-2, T40-dan böyük 1-4. Natriumla hidrogen gedər. Fermi kök suyu ilə getməz uşaqlar. Cavab 2-3-dür. Gəldik ən nəhayət sonuncu nə idi? 51-ci suala baxaq. Deməli, natrium 2O ilə suyun reaksiyasını yazıram. Natrium 2O üzərinə gəlinsin su. Nə alır reaksiya nəticəsində? Natrium OH alınır. Bura 2 atıram. Deməli, uşaqlar, bu natrium 2O əməri nə qədərdir? 46 üzərinə gəlinsin 16 bərabər 62. 62. Deməli, 62 qram nə qədər gedir? 18 nə gedirsə, bəs 12 onda nə qədər? Buna da bir A deyək. 12 onda 4-ü vururuq nəyə? 18-ə. 12 onda 4 vurulsun 18 bölünsün 62. Edir 33.6. Deməli, A-mız 3.6-dır. Bu da 3.6-dır. XO3 üzərinə gəlinsin. Deməli, su verir bizə H2XO4 verir. Şu turşoksiddə bu gedirsə, təbii ki, bu Wolfram oksidı olanmaz ki. Deməli, burada 20 qram nə qədərlə gedir? 3.6 ilə gedirsə, bəs 18 nə qədərlə gedər? Buna bir A deyirəm. Deməli, burada SO3-dür da. 20 vurulsun 18 bölünsün 3.6 eləcək. Bir dəqiqə gözləyəcəm. 100 elədi. Bizə dəqiqə. 20 vurulsun 18. Hə, 100 elədi. 100 elədi. 100-dən də nəyə çıxıram? 48 çıxıram. Oo, SO3 deyilmiş. Xromoid imiş. Xromoid imiş. Buradan yaxşı oldu baxdım. X bərabərdir 52. Yaxşı oldu baxdım. Adam bir başa səhv edir ki, SO3-dür bu. 52. Deməli, 52 uşaq xromoidmiş də xromatuşdur. X, adam realisində də çaşdırırlar. Deməli, burada kütlə nisbəti istəyir. 52-ni bölürəm. X tapdım 52-də bölürəm. Deməli, 3 vur 16, 48.
Hər ikisi nəyə bölünür? 52, 26, bu da eləyir 24. Sonra 13, 12. Cavabımız olacaq belə. 13, 12. İnşallah. 52-ni 4-ə böləndə 13 hələ eləyir də. 12 həm düz. Gələk növbəti suala. 52-ci suala. Buten 1-dir, bir də butadiyen 1 üstü. Buten 1, buten 1 budur. Deməli 1, 2, 3, 4. Deməli 2 qat rabitə buradadır. Butadiyen də ki, deməli butadiyen 1, 3 qat rabitə burada birinci və üçüncü konjuqayda uşaqlar qoşulmuş alkadiyendir. Və burada sigma rabitələrin sayıdır. Ümumi molekulyası eyni olan. Təbii ki, burada biz baxırıq ki, hidrogen, burada hidrogen, hidrogen, hidrogen və düzək belə bir ətraflı baxaq, görün səhv getməsin. Burada hidrogen, hidrogen, hidrogen. Hə, indi nə deyirdi bizdə? Sigma rabitələrin sayı. Təbii ki, bunu əslində belə tapa bilərsən. Bu C4 H8-dir. C4 H8-dir. Bu da nədir? C4 H6. Bütün alifatik zənciri, alifatik karbon sigma rabitələrin sayı atomları cəmdə 1 çıx. Hamısında. 8-də 4, 12 çıx 1, 11, 6-da 4, 14 bu olmadı. Ya da xəttləri sayılır. Rabitələrin əmələ gəlməsi üstəşədən qeyri-bir orbitalların sayı. Qeyri-bir orbitalların sayı, hidrogenlərin sayı, üstünə gəlinsin 2 vurulsun pinin sayı. Burada hidrogenlər qədərdir? 8-dir, üstə gəlinsin 2. Cavab edəcək 10, qeyri-bir orbitalların sayı. Burada hidrogenin sayı nə qədərdir? 6, üstə gəlinsin 4, cavab elədi 10. Bəli, cavab olacaq bu. Qeyri-polyar kovalent rabitə karbon asılı 1, 2, 3, 4 dənədir. Bu da 1, 2, 3, 4, 5 dənədir. SP2 burada bu da SP2'dir. Bu da SP2'dir. Bu da SP özür istəyirəm. SP2 burada neçə dənədir? 6 dənədir. Bu da nədir? SP2, 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 SP2. 3, 4-ün 12. Hidrogen atomlarının sayı eyni deyil. Bir də baxaq. C4H8, 8 üstə gəlsin 2. Burada da C4H6, 6 üstə gəlsin 4. Bəli. Uşaq qeyri-bir orbitalların sayını tapan hidrogenlərin sayı üstə yəni 2 vur pi. Karbon hibridlərini tapmaq üçün karbon atomunda 4 dənə sigma varsa SP3, 3 dənə sigma varsa SP2, 2 sigma varsa SP. Gəldi 53-cü suala. Görək 53 nədir? Deməli, natrium karbonatla nədir? Peroksiddə da karbon qazının reaksiyasıdır. Bir dəqiqə gözləyin. Nə reaksiyanı yazdıq, düşünək də. Ola bilirsiniz, bu toplu deyil ki, biz bunu 50 dəfə yazaq. Bu sınaqdır. Bu sınaqda bizi qəşəng sual var. Biz hətta bir dənə səhv eləyə bilərik. Normaldır, insanıq da. Deməli, burada 1 mol oksigen alınanda, 1 mol oksigen alınanda, 1 mol oksigen alınanda nə qədər karbon qazı reaksiyaya daxil olur? 2 mol daxil olur. Belə deyil, 2 mol daxil olur. Karbon qazı reaksiyaya daxil olur 2 mol. 2 mol daxil olur. Deməli, uşaqlar, burada karbon qazı artıq qalıb ki, karbon reaksiyadan sonra qaz qarışığının üzərinə 2 mol H2 əlavə etdikdə alınan qaz qarışığı. İndi burada belə bir məsələ var. Burada belə bir məsələ var. Reaksiyadan sonra olan qaz qarışığı üzərinə 2 mol H2 əlavə edəndə alınan qaz qarışığının orta molyar kütləsi 28 mol böl 28 qram böl mol oldu. Deməli 1 mol oksigen alınıb, 1 mol oksigen alınıb. Bunun alınması üçün 2 molda sərf olunmalıdır. 2 molda sərf olunmalıdır. Deməli reaksiyadan sonra 1 mol oksigen var, 1 mol oksigen var. 2 mol hidrogen əlavə ediblər. 2 mol hidrogen əlavə ediblər. Amma mən CO2 nə qədər olduğunu bilmirəm. CO2 nə qədər olduğunu bilmirəm. Ona bir A deyirəm. A mol fərz elə ki, CO2 olub, hə? Ondan sonra bunu eləyəndən sonra M-ort olub 28. Elə deyil. Hesablayaq bilənə. 3 dənə qazdan N1, M1 üstə N2, M2. Deməli, bir dənə bunu səliqəli hesablayaq. Bir dənə aləm deməsin bir-birinə. 1 vur 32. Üstə gəlinsin. Uşaq tapacam, bir dəqiqə səbirli olun. 2 vurulsun 2, üstə gəlinsin. A vurulsun 44. A vurulsun 44. Bölünsün. 1 üstə gəl, 2 üstə gəlinsin. A bərabərdir 28. Bu 3 eləyir. 3 plus A 28-i vururam. 3 plus A-ya bərabər edirəm. 32 bu da 4. 36. Üstə gəlinsin 44 A. Belə baxım 32 bu da 4. 36 üstəyə 44 A. 28-i 3-ə vuraq. 28 vurulsun 3 bərabərdir 84. Üstə gəlinsin 28 A bərabərdir 36 plus 44 A. İndi nə edirəm? Məlum məhsul edirəm. Məlum məhsul edirəm. 44-dən çıxıram. 44-dən çıxıram 28-i. Bərabərdir 16A. Bərabərdir. 84-dən də çıxıram 36-nı. 84-dən də çıxıram 36-nı. Elir 48. Buradan A bərabərdir 3. Deməli, uşaqlar, reaksiyadan sonra 3 mol karbon qazı artıq qalıb. 3 mol karbon qazı artıq qalıb. Amma 2 moluna sərf olunduğunu bilirəm. Bunu almaq üçün 2 mol lazımdır.
Deməli, qulaq, bir dəqiqə qırdan qarşısında bir anlamda 2 sərf olunursa, 3 molda artıq qalıb. Deməli, əvvəldə nə qədərmiş? 5 imiş də. Əvvəldə 5 olub ki, bax, əvvəldə 5 olub ki, 3-də dayanıb, bax, 3-də dayanıb artıq qaldığını tapdım, 3 imiş. X minus 3 bərabərdir 2, x də bərabərdir 5. Çox qəşəng sual, çox super sual. Gələ 54-cü suala. Yazır ki, maddədir, X-dir, tam yanma reaksiyanın stili effekti Q-dur, yanma stili Q bölü 4-dür. Yanma stili Q bölü 4. Şu an yaza bir reaksiyaları. Magnezium plus O2 bizə nə verir? Magnezium O verir. Buraya 2 atıram, buraya 2 atıram. Deməli, yanma stili, deməli şu an stili effekti Q-dur. Yanma stili təxminən 1 mol maddənin yanması zamanı. Bu da Q-nu 4-ə bölərsən. 2-yə bölərsən daha doğrusu. Bu olmayacaq. Lityum plus oksigen reaksiyasını yazaq. Nə anlar? Lityum 2O, buraya 2 atıram, buraya 2. Bura Q-dursa, bəli, Q 2, bura 4 olacaq daha doğrusu. Q bölü 4. Bunu götürəsiniz. Silisium plus O2 bizə nə verir? Silisium O2 verir. Ruşka yazmadı uşaqlar. Silisium O2 bərabər silisium O2 plus Q. Bu da Q-nu 1-ə bölürsən. Bu getdi. P plus O2. P plus O2-dən nə alınır? P2 O5 alınır. Bura 2 atıram. Bura 5 atıram. Bura 4 atıram. Bu da Q-dursa Q-nu 4-ə bölməliyəm. Natrium plus O2 reaksiyasını yazıram. Natrium plus O2 bizə nə verir? Natrium 2 O2 verir. Buraya 2 atıram. Burada Q-dur. Q bölü 2. Vəssalam. Cavabımız olacaq 2 ilə 4. Gəldik 55-ci suala. 55-ci sualdan eləyəcəyik. Deməli, bizə HCOO n dəfə metal verib. Deyir, bunun molu 0,5-dir. Molu 0,5-dir. 0,5 moldur. Və 0,5 molunda atomların sayı nə qədərdir? 4,5-dir atomların sayı. Bəs bunun 1 molunda atomların sayı nə qədər eləyər? Buna bir, nə bilim, nəsə bir şey deyək. Buna bir x deyək. 4,5-i bölək nəyə? 0,5-ə. 4,5-i bölək 0,5-ə. Elir 9. Uşaqlar, bunun 1 molunda atom sayı 9-dur. Deməli, biz atom sayından burada şey tapa bilərik də. Eni tapa bilərik. Deməli, burada nə qədər atom var? 1, 1, 2, 3, 4. Eni bilmirəm. 4n. Üstə gəl 1 bərabərdir 9. 4n bərabərdir 8. N də bərabərdir 2. Deməli, HCOO 2 dəfə metal. Və deyir ki, uşaqlar, deyir ki, indi bunu keçə digər hissəsində 0,5 mol hissəsinə qədər 6,5 qramdır. 0,5 molu 6,5 qramdırsa 1 mol nə qədər eləyər? Deməli, 1 mol nə qədər eləyər? Deməli, 6, buna da bir, nə bilim, nəsə deyək də, buna da bir B deyək. Buradan da 6,5-i bölürük nəyə? 0,5-ə eləyir. 13 qram eləməzək. 0,5 molun kütləsi 65 qrammış, üzr istəyirəm uşaqlar, 65 qrammış. 65-i bölürəm şeyə, 65-i bölürəm 0,5-ə elir 130. Uşaqlar, bunun kütləsi 130-a bərabərdir. Qısaldaq bir dənə, HCOO 2 dəfə metal deyil. İndi nə edirəm? Mötərizəni hesablayaq, mötərizə. Bu, deməli, HCOH 46-dır. HCOH 46-dır. Deməli, bir hesablayaq, 1 üstə gəlinsin. Deməli, 12 üstə gəlinsin. 32 deməli 32 üstə 12 o da bir 13 üstə bir dəqiqə 12 o da CO2 44-dür də hələ 44 45 vur 2-yə 90 90 üstə gəlinsin metalı bilmirəm nədir bərabərdir tapmışdıq uşaqlar kütlə nə qədərdir kütlə nə qədərdir bayaq tapmışdıq kütləni buradan 6,5-i 130 eləmişdi hə 6,5-i bölürəm 0,5-ə edir 65-ə daha doğrusu 65-i bölürəm 0,5-ə edir 130 130-dan da çıxıram deməli 90 alır 40 kalsiyummuş deməli keçək növbəti 56 hansı maddələr mis OH2 mis 2-yə qədər reduksiya edir? Təbii ki, aldehid qrupu olanlar uşaqlar. Aldehid qrupu olanlar. Natrium formiat bilirsən də, natrium formiat bilirsən ki, burada nə var? Aldehid. Qarışqa turşulan duzları gümüş güclü və mis OH2-nə reaksiya daxil olur. Natrium asitatda yoxdur. Turşulara nə qarışqa da var. Glikoz açıq turşu. Bəli, glikoz aldehid spirt daxil. Axırda aldehid qrupu var. Glikon turşusuna qədər oksidaşdırıcıda. Propanal bəli aldehiddir olar. Gliserin mis OH2 ilə gedir, amma belə alınır. Sadəcə çöküntü alınır orada. Bu getməz. Etilen glikolda həmçinin olmaz. Reduksiya edir uşaqlar. Cavab olacaq 1, 3, 4.
Reduksiya edir. Hələ natrium formilatda var, qlükoz açıq quruluşunda var, propanal aldehiddə var, gliserin etilən qlükoz. Gedir reaksiya mis var. Amma mis köyə qədər reduksiya edir. Parlaq çörəyin çöküntü verir. Gəldi 57-ci suala. Deyir ki, uşaqlar, deyir ki, 57-ci sualda nə edəcəyik biz? Deməli, X maddəsinin molekulunda bir piramida var. Bunun əməliyyətən doymuş bir atomlu spirtin oksidaşan məhsulu asetondur. İndi qulaq as ki, R1, C, oksigen, O, R2. Zaten bir dənə piramida var, Ə var. Və bunun asetonlu uşaqlar. Bunu əməliyyətən spirtin oksidaşan aseton demək uşaqlar, bu izopropil spirtdir, ikili spirtdir. Kimdir bu? İzopropil spirti olub ki, bunun oksidaşması bizə nə verir? Keton verir. İkili spirtlər, keton, birli spirtlər aldehid. Hə. İndi deməli R2-miz bizim izopropil spirtidir. Deməli bunu nə edirəm? R2-ni silirəm. R2-ni silirəm. R2-ni. Buraya yazıram CH, CH3 bax belə. Bu bizim izopropil. Deməli bu bizim R2 olsun. Bu getdi. X Y molekullarında cəmi 8 karbon var. X molekulunda bir dənə piramid ona əməliyyətən doymuş bir atomlu spirtin oksidaşma məhsulu asetondur. X və Y molekullarında cəmi 8 karbon atomu olarsa, radikalların birləşməsindən indi qulaq as ki, burada 1, 2, 3, 4 dənə karbon var. 4 dənə karbon var. İş orasındadır ki, R1, O, R3. Burada R1 burada da var, burada da var. Təbii ki, bu R1 təbii ki, sadə efirlərdə burada radikal olmalıdır. Deməli, bizim R1-imiz məcburən CH3-dür. Məcburən CH3-dür. Məcburən. Çünki cəmi 8 karbon var. 1, 2, 3, 4, 5. Elə deyil. 5. Mən bura CH3 qoymalıyam. Burada nə qoymalıyam? CH2, CH3 qoymalıyam çox. Çünki bu oksigenin bir kənarında mütləq karbon olmalıdır axı. Bu ola bilər, qarışıq ola bilərdi HCl, amma buna görə olmadı. CH3 oldu, məcburən. Və həqiqətən də belə olanda ödəyir. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8. Hər bir şey hazır. Birləşməsindən alınan maddələri istəyir. R1 ilə nəyi birləşdir? R2. R1 nədir? CH3-dür. CH3 ilə kim birləşdirəcək? CH, CH3, CH3. Bu maddənin adı nədir uşaqlar? 1, 2, 3. 2 metil propan. 2 metil propan. 1-ə gedəcək E. Sonra R2 ilə R3-ü birləşdirəcək. R2 kimdir? R2 ilə R3-ü. R3 nədir? Bax, budur. Deməli, CH3, CH2, R2 ilə R3-ü birləşdirəcək. Hə. Bu maddənin adı nədir uşaqlar? 1, 2, 3, 4. 2 metil butan. 2 metil butan. Bu getdi bura. Ən nəhayət R3 ilə R2, R2 birləşəcək. 2 dənə izopropili birləşəcək bir-birinə. Maddənin adı 1, 2, 3, 4. 2, 3 dimetil butan. Bu da olacaq A. Gəldik növbəti sonuncu situasiyadır deyəsən. Hə. İçərisində kükürt olan iki sınaq şüşəsinin birinə qatı X turşusu, digərinə isə qatı Y turşusu əlavə edilir və sınaq şüşəsi qızdırılır. Birinci sınaq şüşəsində qonur rəngli YZ qazı və ikinci sınaq şüşəsində kəskinli T qazı alınır. Aydındır məncə. S plus HNO3 qatı reaksiyasıdır. Buradan alınır. H2SO4 deməli, üzərinə gəlinsin NO2, üzərinə gəlinsin su. S plus H2SO4 deməli, birinci sınaq şüşəsinə qatı X turşusu, ikinci qatı Y turşusu. Eyni şəkildə uşaqlar alınır burada nə? Kəskinlikli SO2 su. Deməli, burada bu alınır, burada da bu alınır. Yazır ki, deməli, birincidə qonur rəngli Z qazı. Z qazı. Deməli, Z-imiz kimdir? Z-imiz NO2-dir. T qazı, kəskinlikli T qazı. T qazımız kimdir? SO2-dir. Bunları bildin. Bu bizdə, bu birinci reaksiyadır. Bu nədir uşaqlar? İkinci reaksiyadır bizdə. Sonra deyir ki, Z qazı isti su ilə reaksiya daxil. Z qazı kimdir? NO2-dir. NO2 su ilə reaksiya girəndə NO2 plus H2O nə verir? İsti su ilə. HNO3 ilə bizə nə verir? NO verir qaynar suda. Və həqiqətən də təzədən X turşusu alındı. Deməli, uşaqlar düz yazmışıq hamısını. Vəssalam, X turşusu bəllidir. L-dəki budur. Adına L maddəsinin formulu Na-dır. Beynəlxalq adı nədir? Azot monooksid. Azot monooksid uşaqlar beynəlxalq adı L maddəsinin. Bu getdi. Sonra davam edək növbəti nə istəyirdi bizdən? Birdən qovulu hələ reaksiyalarımız qalsın. Sonra nə istəyirdi bizdən? Sonra nə istəyirdi? 59-da nə istəyir? Qeyd cavab və ayrılmış sahədə ətraf şəkildə yazın nə? Hə, nə istəyir sonra bu? 59-cu sualda nə var ki? 59-da. Birinci reaksiyanın tənliyi yazın, əmsallaşdırın. Birinci reaksiyamızın tənliyi budur. Əmsallaşdırmaq da burada kükürt 0-dan müsbət 6-ya gəlir. Azot da müsbət 5-dən
Müsbət 4-ə 1, 6. Yerin dəyişəndə bura 6 düşür. Bura 1 düşür. Burada nə düşür? 2 düşür. Yazdıq, əmsallaşdırdıq. Birinci reaksiyon təmini bu budur uşaq. S 6H2NO, H2SO 6NO2 2 dənə də su. Və ən nəhayət gəldi sonuncusunda nə istəyirdi? Sonuncusunda nə istəyirdi? Deməli, ikinci reaksiyanın qrafikinə əsasən. İkinci reaksiyamız kimdir? Budur. İkinci reaksiyanın qrafikinə əsasən sərf olunan. İkinci reaksiya şola budur da. S plus H2SO qatında bildi, bir dənə silək. Ona baxaq. Deməli, S plus H2SO4 qatıdır. Burada nə alınır? SO2 ilə su alınır. Elə deyil. Bunu indi əmsallaşdıranda molun zamanın asılı qrafikini verib, bir dəqiqə səbirli olun, molun zamanın asılı qrafikini verib. Deməli, Y maddəsi sərf olunur. Y maddəsi 0,8-dən N-də dayanır. Bir də görə yuxarıda Y kimidir. Bir dəqiqə gözlə. Sən belə situasiyanı biri aşağıda biri yuxarıda görə bilmirəm. T qazı Y turşusu. Hə, deməli, Y şeydə H-NO3-dür. Və deməli, nə istəyirdi başqa orada? T-dəki bizdə kimidir? T kimidir? Kəskin iyili SO2 fisi. Aydın. Hə, indi qulaq as ki, bunu əmsallaşdıraq. Dəqiqə istəyirəm. Uzundan çıxdı mı? Hə, deməli, S plus H2SO4 qatı alınır nə? SO2 ilə su alınır. Deməli, bunu əmsallaşdıran burada kişi 0-dan müsbət 4-ə, müsbət 6-dan da müsbət 4-ə, 1, 2 də. Deməli, kişi 0-dan müsbət 4-ə 4 elektron verir. Kişi müsbət 6-dan müsbət 4-ə 2 elektron alır. 4, 2, 2, 1, yerini dəyişirəm, 1, 2. 1, 2. Deməli, bunun qabağına 2 atıram. Bunun qabağına 2 atıram. Bunun qabağına 2 atıram. Bunun da qabağına nə atıram? Bir dəqiqə gözləyin uşaqlar. Nəsə elə bir səhv getdi. Bir dəqiqə gözlə. 2, 4-ün. Kişi 0-dan müsbət 4-ə gəlib. 4 elektron verib. Burada kişi müsbət 6-dan müsbət 4-ə gəlib. 2 elektron alıb. Deməli, 4, 2 ixtisar edirəm. 2, 1, yerini dəyişirəm. 1, 2. Hə də, düzdür də. Deməli, bura məcburam 3 yazmalıyam. 3 yazmalıyam bura. Və 2 dənə gətirib buraya yazıram. 3, 2, 6, 8, sonra düpbədüz hər şey aydın, qəşəng, gözəl görəcək. İndi qulaq as ki. İndi nə edəcəyik biz? Y kimdir uşaqlar? Y budur. 0,8-də başlayıb və T maddəsi 0,4 alır. Bura 3 moldur. Bundan 3 mol alınanda bunlar nə qədər sərf olunur? 2 sərf olunsa, bəs 0,3 alınanda nə qədər sərf olunmalıdır? 0,8 çıx N. Elədir uşaqlar. Deməli, 0,8 çıx N vurulsun 3 bərabərdir 0,6. İndi nə edirəm? 0,6-nı bölürəm nəyə? 3-ə 0,2. Sonra 0,2, 0,8-dən 0,2-ni çıxıram. Elimiz neçə edəcək? 0,6. 0,2, 0,2-dən də çıxır. Bir dəqiqə göstərirəm. Demək olar 0,6-nı 3-ə bölək. Böldükdə 0,2 elədi. 0,8 çıxılsın n bərabər 0,2. 0,8. Dəqiqə gözləyin. Axır-axırlardır, adam yorulur. Çıxılsın 0,2. 0,6 uşaq düzdür. 0,6 nə tapdıq? Deyirik ki, n hesabladı 0,6-dır uşaqlar. N hesabladı 0,6-dır. Əslən, reaksiya sərf olunan 4 mol böl litr. Reaksiya sərf olunan H2NO3-ün qatlığı 4 mol böl litrdir. 4 mol böl litrdir. Və onun həcmini istəyir bizdən. Reaksiya sərf olunan. Deməli, sərf olunan H-klor nə qədər olur? Sərf olunan H-klor. 3-ə 2-dirsə, 0,3-ə nə lazımdır? 0,2 sərfiyyat var. 0,2 sərfiyyat var. Və bu da molu nə qədərdir? 0,2-dir. Biz də bilirik ki, S bərabərdir nü böl V üstür ondan. SV bərabərdir nü. V-ni tapanda nüyü nəyə bölürəm? S-yə bölürəm. Nüyüm nə qədərdir? 0,2-dir. Bu nədir? 4-dür. Yəni, nə edəcəm? 0,2-ni bölürəm. 0,2-ni bölürəm. Deməli, 4-ə. Elir 0,5. 0,5. Bir dənə də baxım uşaqlar. 0,2 moldur. 0,2 moldur. Qatlıq nə qədərdir? 0,2-ni bölürəm 4-də. Hə də? Bölürəm 4-ə. Və buradan tapıram 0,5 litr. 0,5 litr. 0,2-ni bölürəm 4-ə. Eləyir 0,5. Mənə millilitrə istəyir uşaqlar. Millilitrə istəyir. O da eləyəcək şey. Nədir onun adı? 1 litr 1000 mililitre olduğuna görə olur 5, 50 olacaq da. 50
millilitir. O belə. Bu da ikinci cavab. Uşaq ikinci cavabı da olacaq. Deməli, daha doğrusu birincinin cavabı 50 millilitrdir. Belə uşaqlar, gəldik videonun sonuna çatdıq. Bax belə, inşallah ki, belə xüsusi bir qüsurlarımız olmadı. Olsa da əfvinizdə sığınırıq. Ümid edirəm ki, rəylərdə, rəy bölümündə də bizim əsas səhv edilmiş şeylər olsa qeyd edərsiniz. Özümüzdə düzəldərik, sabitləyək mesajı qalar orada. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın, özünüzü qoruyun.